Qadınlarda ən çox rastlanan törəmədən bəhs edəcəm. Miyoma və yaxud fibromalar haqqında danışacağam. Bəs miyomların yaranma səbəbi nədir? Və o qədər çox qanıyıram ki, məndə uşaq pampersi və yaxud da böyük hasta bezi kimi şeylər istifadə etmək zorunda qalıram. Mənə tampon bəs eləmir. Ən çox rastlanan şikayətlərdən digəri isə disparoni, yəni cinsəl ilişki zamanı ağrının olması. Miyomların ümumiyyətlə diaqnozunu necə qoyuruq? İndi gəlin qısaca bunun müalicəsi haqqında danışım. Nə su? Enerjimizi alıb başlayaq. Miyomalar 35 yaşından 45 yaş arası qadın qrupunda qan axmaya səbəb olan xoş xəstəli törəmələr arasında birinci yeri tuturlar. Bəs miyomların yaranma səbəbi nədir? Ən çox səbəbi genetik səbəblərdir. Məsələn, anada əgər miyoma varsa və yaxud da xalada miyoma varsa, bibidə varsa, böyük ehtimal qız uşağında da, həmin ailədə olan qız uşaqlarında da miyoma olma ehtimalı var. Ana gəzən ağacı qız budaq-budaq gəzər demək istərdim. İkinci səbəbimiz hormonal səbəblərdir. Hormonal səbəblər stres fonunda bəzi hormonların düzgün işləməməsi, bəzi hormonların tarazlığının pozulması, məsələn, estrogen məruziyətinin həddindən artıq fazla olması, düzənli bir cinsəl birlikdəliyin olmaması, stres faktorunun olması da miyomların yaranmasına səbəb olur. Bəs miyomları olan qadınlar bizə hansı şikayətlə gəlirlər? Ən çox eşitdiyimiz şikayət qanaxma şikayətidir. Yəni, xəstə deyir ki, mən aybaşı siklim 5 gün çəkir, amma 5 gün boyunca laxta-laxta qanıyıram. Hətta o qədər çox qanıyıram ki, məndə uşaq pampersi və yaxud da böyük hasta bezi kimi şeylər istifadə etmək zorunda qalıram. Mənə tampon bəs eləmir, mənə normal petlər bəs eləmir, mən daha böyük marralardan istifadə etmək zorunda qalıram. Bu şikayətlə ən çox gəlirlər bizə. İkinci ən çox eşitdiyimiz şikayət qasıq ağrısıdır. Özəlliklə qarnın ön tərəfində və belə vuran ağrılardan şikayət edirlər. Təbii ki, bu uşaqlığın önə doğrumu, arxaya dönük olmasından da asılıdır, miyomun ölçüsündən də asılıdır. Digər ən çox eşitdiyimiz şikayətlərdən biri də xəstənin tez-tez sidiyə getməsi və yaxud qəbizlik şikayəti. Bilirik ki, sidik hissəsi uşaqlığın ön divarında yerləşir və böyüyən hər hangi bir miyoma və yaxud da uşaqlığın qlobal böyüməsi sidik hissəsinə qıcıqlandırıcı təsir göstərir. Eyni zamanda onun içərisinin səthini də azaldır və tez-tez sidiyə getmək hissiyatı bu xəstələrdə ən çox rastladığımız bulğulardandır. Qəbizlik isə tam tərsi arxaya dönük matkalarda, uşaqlıqlarda miyomların arxaya doğru, bağırsağa doğru baskı eləməsi bağırsaq pasajını poza bilir. Ən çox rastlanan şikayətlərdən digəri isə disparoni, yəni cinsəl ilişki zamanı ağrının olması. Qlobal böyüyən bir uşaqlıq düşünün, onun da üzərində müxtəlif ölçülərdə miyomlar düşünün və yanaşı olaraq da orqazmik kasılmalar düşünün. Bu zaman bu xəstələrin ağrıları digər normal insanlara görə 2-3 qat daha hiss edilən olacaqdır. Sizə miyomların çeşidlərindən də bəhs eləmək istəyirəm. Çünki bunlar yerləşdikləri yerə görə də şikayətləri fərqli cürdə verirlər. Əgər miyomanız uşaqlığın daxili qatındadırsa, biz buna submukozal miyomalar deyirik və submukozal miyoması olan xəstələr bizə adətən qanaxma şikayəti ilə gəlirlər. Əgər miyoma uşaqlığın əzələ qişasındadırsa, biz buna intramural miyomalar deyirik, yəni əzələ daxili miyomalar. Bunlar daha çox zərərsiz miyomlar sayılır və bu miyomların ölçüsünə görə şikayətlər də fərqli olur. Əgər böyük ölçüdədirsə, məsələn 4 sm-in üstündədirsə, bu zaman ağrı şikayəti ilə siz bizə müraciət edə bilərsiniz və yaxud qəbizlik və yaxud da tez-tez sidiyə getmə şikayəti və yaxud da cinsəl ilişki zamanı ağrı. Bir də var subserozal miyomlar, yəni uşaqlığın üst divarında digər orqanlara qonşu yerləşən miyomlar. Bu miyomlar tamamilə zərərsiz miyomlar sayılır. Bunlar nə ola bilər? Bunlar sadəcə ağrıya səbəb ola bilərlər, qarında baskı hissinə, qarında şişlik hissiyatına səbəb ola bilərlər. Biz bu miyomlar arasında ən çox müalicə etdiyimiz submukozal miyomlardır. Çünki submukozal miyom olub, qanaxma şikayəti verməyən hər hangi bir pasiyent demək olar ki, görməmişəm. Miyomların dördüncü forması isə pedunkullu, yəni ayaqcıqlı miyomlar. Bunlar çox incə bir sapla uşaqlığın hər hansı bir yerinə bağlanırlar. Bu serozal ola bilər, adətən endometrial ola bilər. Bunlar da çox balaca olduqlarına görə, əgər endometrial təbəqədə deyilsə, adətən hər hangi bir şikayətə səbəb olmurlar. Miyomların ümumiyyətlə diaqnozunu necə qoyuruq? Miyom diaqnozu çox sadədir, bəsitdir. Bir şikayətə görə qoyuruq. Xəstəmiz deyir ki, mən çox fazla qanıyıram və yaxud ağrılarım var, qarnımda şişliyim var, qəbizliyim və yaxud da sidiyə tez-tez getmə şikayətim var. İkincisi ultrasonla. Yəni miyom diaqnozu 99% halda UZI ilə qoyulur, ultrasonla qoyulur. Ultrasonla sayını, yerini
yerini çox rahatlıqla təyin edə bilirik. Bəzən diaqnoz qoymaq üçün və əməliyyat öncəsi MRT-lərdən də istifadə edirik. Maqnit rezonans tomoqrafiya. MRT-ni nə hansı halda istifadə edirik? Əgər xəstə əməliyyat olacaqsa, biz uşaqlığı qorumaq istəyirik, amma eyni zamanda miyomları da almaq istəyirik. Miyomların sayı və yeri açısından əgər çox saylıdırsa, o zaman MRT diaqnoza göndərib dəqiq sayını və yerini öyrənə bilirik. Dördüncü diaqnoz yöntəmimiz isə histeroskopiyadır. Histeroskopiya uşaqlığın daxilinə kameralı bir sistemdən baxmaq deməkdir. Bunu biz anesteziya altında eləyirik. Bəzən balaca miomalar olur, o şikayət verir, amma biz onu ultrasonda təyin edə bilmirik. Bu zaman daha dəqiq gold standart dediyimiz endometrial patologiyalar açısından, yəni uşaqlığın daxili divar patologiyalar açısından gold standart, altın standart dediyimiz yöntəm histeroskopiyanı denəyərək də biz mioma diaqnoz qoya bilərik. İndi gəlin qısaca bunun müalicəsi haqqında danışım. Həmişə soruşurlar ki, doktor, miyomların dərman müalicəsi yoxdurmu? Təəssüf olsun ki, miyomların dərman müalicəsi hələ təcrübə aşamasındadır. Ona görə də biz miyomları ya təqib edirik, ya da cərrahi əməliyyat planlayırıq. Təqib 4 santimin altında hər hansı bir şikayət verməyən miyomlarda apardığımız yöntəmdir. 6 aya bir, 1 ilə bir ultrasonlarla təqib edilir xəstələr. Əgər miyomlar böyükdürsə və şikayət verirsə, mütləq cərrahi müdaxilə olunmalıdır. Miyomların cərrahi müdaxiləsi isə ya laparoskopik, ya histeroskopik, ya da qarından mini laparotomi, yəni mini kəsiklə olunan yöntəmlərlə icra edilir. Əgər miyom uşaqlığın daxili divarındasa, biz onu histeroskopiya ilə təmizləyirik. Əgər əzələ qatı və subserozal qişadadırsa, onda ya laparoskopik, ya da kiçik kəsiklə təmizləmə işləmi edirik. Miyomlardan təbii ki, bəzi göbək iynələri vuraraq da miyomların ölçüsünü balacalatmaq və ya onları kontrolda saxlamaq olur. Amma adətən bəzi miyomlar təhlükəsiz olurlar və onlar klimaksa girəndən sonra, yəni hormonal aktivlik aşağı düşəndən sonra öz-özünə balacalaşıb, hətta kalsinatlaşa bilirlər. Miyomları olan xanımlar 6 aya 1 ilə bir mütləq UZI-də miyomların ölçüsünü təqib etdirməlidirlər və ginekoloq müayinəsindən mütləq keçməlidirlər. Miyomları böyük olan və şikayət verən xanımlar isə cərrahi əməliyyata məncə üst tutmalıdırlar. Miyomlar haqqında deyəcəklərim bundan ibarət idi. Əgər sualınız varsa, sizin bir klinika ilə əlaqədar verəcəyiniz hər hansı bir merak etdiyiniz bir mövzu varsa, sualları şərh bölməsinə yazın. Biz cavablandıraq. Videomuzu bəyəndiysəniz, like'lamağı, yorum yazmağı və kanalımıza abunə olmağı unutmayın. Təşəkkürlər.